qonaqlarımızı sizə təqdim etmək istəyirəm. Bugün bizimlə bərabər studiyamızda Tiamo şirkətinin Azərbaycandakı təmsilçiliyinin tədris şöbəsinin direktoru Xəlilova İradədir. İradə xanım, xoş gəlmişsiniz. Və Tiamo şirkətinin Azərbaycandakı təmsilçiliyinin baş direktoru Polad Fatmadır. Xoş gəlmişsiniz. Uşaqlar əlləri ilə nəyisə hesablayırdılar. Sanki işarət dilinə bənzər bir şey kimi. Yəni bu nə demək? Bu da hesablama metodikasının bir üsuludur. Fatma xanım. Şöyle söyleyelim. Öğrenciler belirli aşamalarda artık abaküsü kenara koydukları için, yani biz çocukların elinden aldığımız için çocuk bunu hayali olarak düşünüyor. Abaküsü canlandırıyor. Parmak hareketleri burada boncukların inip kalkmasıdır. Yani çocuk gayri ihtiyari olarak bunları yapıyor. Hatta bazı çocuklar belli bir noktadan sonra artık bunu da yapmıyorlar. Yani boncukları taşıma gereği de duymuyorlar. Hatta oyun oynayarak, müzik eşliğinde dans ederek bunu yapan öğrencilerimiz var. Maşallah. Evet. Ancaq körpü uşaqlar üçündür. Yoxsa böyük insanlar, müəyyən yaş keçmiş insanlar gələ bilərlər. Çok güzel bir soru. Bu programı bizler biliyoruz. Örneğin ben biliyorum, İrade Hanım biliyor ama biz çocuklarımız mental aritmetik yaparken, yani mental dediğimiz zihinden yaparken bizler yapamıyoruz. Evet. Bizler çünkü artık 12 yaşını çoktan geçtik. Zihinsel gelişimin %97'sini belki de tamamını tamamladık. O yüzden bizlerin yapması mümkün değil. Ama maraklı bir program. Yani öğrenmek isterseniz öğretilebilir. Güzel bir program, etkili bir program. Çocukların zaten sevmesi de, ben aynı zamanda matematik öğretmeniyim. Yani çocuklar rakamlarla ilgilendikçe matematiğe olan yetenekleri de artıyor. Çünkü matematik dersi şöyle bir ders. Yani ne kadar çok ilgilenirseniz, ne kadar çok meşgul olursanız o kadar keyif alacağınız bir ders. Dolayısıyla çocuklar burada rakamlarla ilgilendikleri sürece artı boncuklar, artı renkler çok keyif alarak, mutluluk duyarak yaptıkları bir eğitim haline dönüyor. Məktəbdə üzrə bax bunu bizə əməkdaş Tiamo şirkətinin Azərbaycandakı nümayəndələri İradə Xəlilova və Tünzalə Qayıbova bu barədə bizə məlumat verəcəksiniz. Əvvəlcə xoş gəlmisiniz. Sabahınız xeyir, xoş gəlmisiniz. Necəsiz? Sağ olun. Ümumiyyətlə qısa məlumat verin. Bu Tiamo təhsili nə olan şeydir, nədir? Ümumiyyətlə, Tiamo sözünün açıqlaması Türk İlk Öyrətim Abaküs Matematik Okulu deməkdir. Amma bunun başqa bir anlamı da var. İtalyanca səni sevirəm anlamına gəlir. Bu da proqramın özü riyaziyyatla bağlı olduğu üçün sanki riyaziyyatı sevirəm demək kimi qəbul oluna bilir. Ümumiyyətlə, Tiamo təhsili 5-12 yaş, yəni bu 4 yaşdan da ola bilər, arası uşaqların riyazi zəkasını inkişaf etdirən zəka inkişafı proqramıdır. Bu dövrdə uşaqlara verilən hər bir bacarıq, qabiliyyət onların gələcək həyatları boyu istifadə edə bilirlər bu bacarıq və qabiliyyətlərdən. Bu proqramda biz abak deyilən alət var. Onun da kökü qədimdən gəlib. O abakdan istifadə eləyərək uşaqlara əvvəlcə abakdan istifadə qaydalarını öyrədirik. Bir neçə müddətdən sonra isə abak əl altından götürülür və uşaq xəyali olaraq onu təsəvvür eləyərək sanki abakda işləyirmiş kimi muncuqları belə deyək ki, loru dildə ora-bura daşıyaraq hesablar aparırlar. Bu abak özü nədir belə? Olar mı mən göstərim? Var, studiyamızda var. Aha. Bu abakın kökü Çindən gəlib. Bu Sovet dövründə gördüyümüzdə şotka. Bəli. Sonradan formalaşmış, Sovet dövründə formalaşmış şotka deyirdik o vaxtı. Abakın 5000 illik tarixi var. Kökü Çinlərdən gəlib və o vaxtı ticarət zamanı, dənizlər arası ticarət zamanı Avropa və Amerikaya yayılıb və bir neçə ildir də Türkiyədə bu proqram tədris olunur. Bu abakdan istifadə olunaraq, belə deyək, mental aritmetik dərsləri deyirlər. Bizdə əqli hesab Azərbaycan dilində dərsləri. Azərbaycanda da yenidir. Biz də bir ilə yaxındır fəaliyyət göstəririk. Bu abak deyilən alət barədə mən belə deyim ki... Bunu yəni stolun üstünə qoymaq üçündür bu. Ayaqları olduğundan belə başa düşürük. Yox, bu sadəcə nümunədir. Amma dərsdə istifadə olunan kiçik də var, böyük abak da var. Burada çubuqlar var və hər bir çubuq, istəyirsiniz mən burada göstərim. Hər bir çubuq təklik. Siz götürün mən. Belə göstərim. Burada təklik, onluq, yüzlük, minlik olaraq artır və hər bir muncuq, belə deyək, biri ifadə eləyir.
Bunlar 1, 2, 3, 4 olaraq. Amma keçmiş Sovet dövründəki o dediyimiz şotkalar isə 10 dənə muncuqdan ibarət idi. Yuxarıdakı muncuq isə 5-i təmsil edir. Məsəl üçün biz buradan belə muncuqları qaldırdığımızda 2-dir, 2. Amma 5 ilə bərabər qaldırdıqda bu artıq 7 sayılır. Yəni bundan istifadə qaydaları öncə uşaqlara öyrədilir və bu abaqdan istifadənin özü uşaqlarda diqqət gücünü çox artırır. Yəni burada barmaq hərəkətləri vacibdir. Yəni o muncuqları daşımaq üçün bizdə 3 barmaqdan istifadə olunur. İstəsəz onu da açıqlayaram. Bu ortadakı çubuğa dəyən cavabdır. Baş barmaqla aşağıdakı muncuqlar qaldırılır. Çıxılması bu barmaqlardır, çıxılır. Yuxarıdakı muncuğu isə idarə edən ən böyük barmağımızdır. Yəni hətta barmaqlar belə burada vacibdir. Yəni istənilən əllə barmağına istifadə hərəkət etmək olmaz. Yox, bizdə bizim tədris metodikamızda 3 barmaqdan istifadə olunur. Uşaqlar ona görə belə eləyib hesablayırlar. Bəli. Mən görmüşəm. Müəyyən bir vaxtdan sonra bu abaqla hesablamalar aparılır, sonra ekran çalışmasına keçilir və uşaq belə deyək də abaqı xəyalında təsəvvür eləyir, sanki əlinin altında abaq var və o muncuqları daşıyaraq hesablayıb cavabı ala bilir. İradə xanım, ümumiyyətlə baxın, bu qədər cihazlar olan bir dövrdə nəyə lazımdır bu uşağa bu qədər əziyyət verib onu hesablatdırmağı öyrətmək? Bəli, bizə çox vaxt o sual verilir. Valideynlər də deyir ki, məsələn, kalkulyator varkən nəyə lazımdır ki, bu abaqla? Yox, yaxşıdır, məsələn, vurmanı, çıxmanı, bölməni bilsin. Amma o qədər çətin riyazi həlli məhz bu cihaz ola-ola, əgər bunu üstündə gəzdirib, bunun bir qədər də kiçik versiyasını həll eləyə bilərsə 5 dəqiqənin içində, nə mənası var ki, belə çətinlik çəksinlər? Əslində, bu, belə deyək, əqli hesab dərsləri riyaziyyat öyrətmir uşaqlara. Uşaqların zəkasını inkişaf etdirmək üçün bir proqramdır. Biz vasitə olaraq riyaziyyatdan istifadə edirik və bu riyaziyyatdan istifadə edərək onların zəkasını, riyazi bacarıqlarını inkişaf elətdiririk. Və dərslərdə tətbiq olunan bizdə oyunlar var, ondan sonra bu zəka testlərimiz var ki, kompleks şəkildə bizim yeni tədris metodikasında, kurikulumda olduğu kimi əyləncəli formada dərslər keçirilir, qruplarla bu vəsaitlərdən istifadə edərək o uşağın zəkası inkişaf edir. Biz vasitə olaraq riyaziyyatdan istifadə edirik və məsələn, kalkulyatorla hesab aparan hər hansı bir şagirdin digər bacarıqları inkişaf etməyə bilir. Amma bizdə bu bacarıqların inkişafıdır, ümumiyyətlə beyin inkişafıdır. Uşaqlarda sağ-sol yarım kürənin tarazlı inkişafını təmin etmək üçün bu proqramın əsas məqsədi odur. Bax, necə əldə edirsiniz bu nailiyyəti? Onu dərslər vasitəsilə, dərslərdə bizdə belə deyək, şəbəkədən ibarət dərslər gedir. Bizdə testlərlə işləyir uşaqlar, müəyyən bir müddətdən sonra zəka testləri işləyirlər, sonra oyunlar. Bunların hamısı uşağın o bacarıqlarını inkişaf etdirir. Diqqət gücü, qavrama gücü, anlama, analiz etmə, qərar vermə bacarıqları, yaradıcılığı inkişaf edir. Məntiqli düşünə bilir uşaq, dərslərində daha sürətli olur. Demək, bu ancaq riyaziyyat dərslərinə dəlalət eləmir. Uşaq beyin inkişafı getdikdən sonra bütün dərslərində sürətli qavraya bilir. Məsələn, beyin gücü artdıqdan sonra beyində 100 milyardlarla beyin hüceyrələri var ki, istifadəsizdir. Bu proqram sırf həmən istifadə olunmayan beyin hüceyrələrini inkişaf etdirir və məqsəd də, başlıca məqsəd də həmən o beyin hüceyrələrini oyatmaq, inkişaf etdirməkdir. Bax, elə sualı Tunzalə xanıma yönətmək istəyirəm. Adi təhsil metodlarından Tiamo'nun fərqi nədir? Yəni ki, fərq var, yoxsa eyni şeydir? Yəni ki, sadəcə bu məktəbə qədər hazırlıqdır, belə adlandırmaq olar. Yox, təbii ki, var. Necədir? Yəni, bayaq İradə xanım bildirdiyi kimi bu bizim təhsil metodlarından istifadədir. Yəni, abaqdan istifadə olaraq uşaqlarda, yəni belə deyək, rəqəmi tanıyan uşaqlarda beyin gücünü inkişaf elətdirir. Onlarda hesablamanı daha tez asanlaşdırır. Yəni, şifahi şəkildə artıq onlar zehindən hesablamanı aparırlar. Niyə görə məhz riyaziyyat, digər fən yox, sırf riyaziyyat üzərində Mən onu sual cavab verim. Elmdə də təsdiq olunub ki, rəqəmlər beyində istifadə olunmayan hüceyrələri oyadır və inkişaf etdirir. Ona görə riyaziyyatdan istifadə olunur. Bir də mən çox üzr istəyirəm, mən onu tam cavablayayım. Bunun fərqi, əsas fərqi ondan ibarətdir ki, düzdür, bizim yeni təhsil metodikamızda da, kurikulum sistemində də var əyləncəli, oyunlu dərslərin aparılması, motivasiyanın qoyulması, qruplarla iş, tələbənin özü, informasiyanın özü emal etməsi kimi hallar bizim proqramda da var. Amma fərq nədir? Bizdə sağ yarımkürənin inkişafı getdiyi üçün bizdə hesablamalar sırf sol yarımkürə ilə aparılmır. Sol yarımkürə ilə aparılan, məsələn, bir riyaziyyat dərsində
bir məsələnin misalı 1-2-3 saat onun həlli ilə məşğul olduqda beyin tez yorulur. Amma bizim tədris metodikamızın fərqi ondan ibarətdir ki, biz sağ yarımkürəni işə qatıldığı üçün bu metodikada uşaqlar sağ yarımkürədən mən bayaq söylədim, abakı xəyal eləyərək muncuqları da o hesab aparmır. O sadəcə muncuqları daşıyır və orada qalan cavab muncuq onun cavabıdır. Əylənərək öyrənir. Budur fərq. Yəni yorulmadan. Sırf sol yarımkürədən istifadə edib hesabları aparmadan o muncuqları daşıyaraq əylənir. Sonda orada qalan muncuğun sayı onun üçün cavab olur. Heç dərsə gələn uşaqlarımız sıxılmır. Tünzalə xanım, sizə də sual verim. Ümumiyyətlə, valideynlərin marağı nə qədərdir? Bu tabaka mı deyim? Abaka. Nə qədər valideynlər maraq göstərir və uşaqların marağı nə qədərdir? Bizdə yəni valideynlər əsasən müraciət edən valideynlər hər bir valideyn öz uşağı haqqında fikir bildirir. Yəni uşaqlarda diqqət dağınıqlığı var, uşaqlarda yəni belə biraz çətinlik çəkirlər məktəb dərslərini həyata keçirməkdə, onları həll eləməkdə. Yəni müraciət edən valideynlər öz uşaqlarına sırf hansı səbəbə gətirdiklərini bildirirlər və bir neçə müddətdən sonra artıq biz proqramı tədris etdikdən sonra və nəticə olaraq bunu onlar da görürlər ki, uşaqlarda necə bir dəyişikliklər var. Uşaqlar da dərslərə çox sevə-sevə gəlirlər. Çünki bayaq İradə xanım bildirdiyi kimi bu əyləncəli formada keçirilən dərslərdir. Yəni ki, uşaqlar bu dərslərdən yorulmurlar. Əksinə hər dəfə dərsə gələndə böyük həvəslə gəlirlər. Neçə yaşdan neçə yaşa qədər uşaqlar üzərində tətbiq olunur? Uşaqlarda yaş arası belə götürülür, 5-12 yaş arası götürülür. 5 yaşından 12 yaşına qədər olan bütün uşaqlar müraciət edə bilərlər. Yəni daha aşağı yaş qrupuna aid olan 3-4 yaşlı. Ola bilər. O rəqəmləri yetər ki, sayması və yazması. Yazmağı bacarırsa. Bizim 4 yaşından tələbəmiz də var. İndi hal-hazırda burada biz gətirə bilmədik. 4 yaşında uşağımız tək rəqəmli ədədləri artıq barmaqlarından, zihnindən toplayıb çıxa bilir. Hətta bizim tələbələrimiz var ki, ilk dəfə Azərbaycanda bu nəticədə bizdə oldu. Yəni bizim İbrahim adında tələbəmiz həm Azərbaycan Respublikasının himnini oxuyurdu, eyni zamanda da beyin 2 işi aparırdı. Həm də 2 və 3 rəqəmli ədədləri hesablayırdı. Yəni bunun özü böyük bir göstəricidir ki, beyin 2 işi görə bilir. Həm də az yaşlı bir uşağın, 5 yaşında bir uşağın belə bir bacarığı olması məncə. Minimum, maksimum nə qədər rəqəmləri hesablamaq mümkündür bu sxemlə? Bizim dərs proqramımızda 3 rəqəmə qədər hesablama sistemi var. 1 rəqəmli, 2 rəqəmli, 3 rəqəmli. Bölümlərə bölünərək o 1 il müddətində tədris olunur. 96 dərs saatında və uşaq hətta bilirsiniz necə, barmaqlarsız bir müddətdən sonra biz dedik abakı götürüb barmaqlarla hesablayır. Amma bir müddətdən sonra artıq barmaqlarla da hesablamır. Zehindən 2 və 3 rəqəmli ədədlər inşallah ki, o nəticəndə bu yaxınlarda görərik. Odur ki, hər dərs neçə saat keçirir, neçə dəqiqə olur? Həftədə 2 dəfə 1 saat keçirilir dərslər. 60 dəqiqə, bəli. Və o da uşaqlar həqiqətən də o qədər sevə-sevə gəlir ki, hətta o 1 saat tamam olanda elə valideyn var ki, getmək istəmirlər. Çünki biz dərslərdə həmişə musiqi ilə aparırıq dərsləri. O da onların diqqət gücünün toplaması. Məsələn, evdə uşaq dərs oxuyarkən deyir, televiziyanın səsini al, mən dərs oxuyarım və yaxud da kimsə danışırsa, bu səsə fikri cəmləmə qabiliyyəti bizdə çox inkişaf eləyib. Məsəl üçün, sizin əlinizdə bizim jurnalımız var, bu mandalalardır. Mandalalar özü kökü Hindistandan gəlib. Bu Hindistanda belə deyək, bu dairəvi və kvadrat şəklində olan həndəsi fiqurlardır. Biz bunu ya sakit halda uşaq rəngləməlidir və yaxud da klassik musiqilər altında. Bu mandalanın çox böyük əhəmiyyəti var. Biz belə ilk baxdığımızda deyirik, uşaq rəngli. Bax, rəngləmələrdən də siz danışdınız verilişinizdə. Bəli, rənglərin çox böyük əhəmiyyəti var. O mənada ki, bu mandalaları rəngləyən uşaqlara biz xarakterini deyə bilirik. Məsələn, rənglərin təsnifatında var açıq rəng, çağıran rənglər, çığıran rənglər, matəm nəfəsli rənglər. Bu rənglərin rəng çalarlarına görə biz o uşağı yanaşma tərzini müəyyənləşdirə bilirik. Məsəl üçün, bu mandalanı ilk qoyduğumuzda uşaq rəngləyir hər hansı bir başqa bir yerdən. Amma bu mandalaların əsas məntiqi odur ki, mərkəzdən içdən çölə və yaxud da çöldən içə doğru rənglənməlidir. Bu da uşağın gələcək həyatında onun düzənli, bütün planlı şəkildə işlərin aparmasına kömək edir. Diqqət gücünü artırır, yaradıcılığını inkişaf etdirir.
Sonra bu çox sakitləşdirici bir təlim metodikasıdır. Hətta böyüklər də bunu özləri üçün, məsəl üçün rəngləyə bilərlər. Çox insanı sakitləşdirir, beynini sakitləşdirici bir yəni şəkillərdir bunlar. Və biz bunları dərslərdə tətbiq edirik. Bu jurnalda mən daha maraqlı bir məlumata rast gəldim. Məsələn, baxın, bu cür şəkillər veriblər, çox xırda-xırda və burada yazılıb ki, bu şəkillərin içində biri fərqlidir, onu tap. Bunu neçə müddət ərzində uşaq tapmalıdır? Saniyə müddət. 3 saniyə də tapan var, 1 saniyə də. O uşağın belə deyək, bacarığından, diqqət gücündən asılıdır ki, hansı uşaq neçə saniyə onu tapa bilir. Ümumiyyətlə bu Tiamo kursu nə qədər müddət davam edir? 1 ilə yaxın proqramdır, toplama çıxma və digər ikinci ili də vurma, bölmə və kök alma dərsləri keçirilir bu tədris prosesində. Və uşaqlar da burada qazandıqları bütün bacarıqları gələcək həyatlarında tətbiq edə bilirlər. Yəni, məsəl üçün, mən bir şey deyim, bütün imtahanlarda daha bacarıqlı ola bilir uşaqlar. İmtahanda bir suala 1 dəqiqə vaxt ayrıldığı halda, məsələn, imtahana girən uşaq həyəcandan həmən sualı 2 dəfə, 3 dəfə oxuyur. Amma bu kursu keçmiş uşaqlar, bizdə, mən bayaq bacarıqlarda dedim, analiz etmə, qərar vermə, diqqət gücü, diqqətli o mətni, sualı tez oxuyub və qərarını tez verə bilir, imtahanda vaxt qazana bilir. Yəni, 1 dəqiqə ayrılmış vaxtda o həmən informasiyanı 2-3 dəfə deyil, 1 dəfə oxuyub başa düşür və onu tez cavablandıra bilir. Mənə bilirsiniz nə maraqlıdır? Bu qədər çətin, mənə məsələn çox çətin gəldi. Çətin haqq hesabının içində uşaq necə özünü itirmir, necə beyni yorulmur? Məsələn, məşğələlərdə ara verirsiniz, məsələn, 10 dəqiqədən sonra uşağı... Bəli, bizim metodikamızda belədir. Məsəl üçün, 40 dəqiqə bizdə burada abak testləri var, abaküs testləri deyirik. Onları eləyirlər uşaqlar. Uşağın durumuna görə, uşaq yorulduğunda biz keçirik, məsəl üçün, bu oyunlara. Mən icazə olur, mən bu oyunlardan bir ikisini açıqlayayım. Bax, bu boşluq bıraq oyunudur. Burada bir kart var, üzərində 25-ə qədər rəqəmlər yazılır. Uşaqlar burada bir xananı boş qoymaq şərti ilə digər xanaları doldurmalıdır. Bunun özü, bu oyunun özü uşaqlarda həm diqqət gücünü artırır, həm bir məsələnin bir neçə yolunu tapmaq bacarığını inkişaf etdirir. Məsələn, riyaziyyatda bir məsələnin bir neçə yolu olduğu kimi, burada da müxtəlif yolların, bu boşluq bıraq, bəli, onun üçündür. Bizim belə bir oyunumuz var, rəqəmlərdən ibarət. Biz bu çöpləri düzürük, hazırlayırıq. Məntiqi oyundur. Uşağın məntiq gücünü artırır. Burada bir dənə çubuğun yerini dəyişməklə uşaq cavabı, burada səhv cavabdır. Burada bir çubuğun yerini dəyişməklə uşaq düzgün cavab tapmalıdır. O fikirləşir. Fikirləşdikcə də beyində olan o biz dediyimiz hüceyrələr arası əlaqələr yaranır, beyin gücü artır və diqqət gücü artır. Deməli, biz böyük şəhərdə yaşayırıq. Mən təbii ki, bu şəhərdə çox böyük inkişaf mərkəzləri var, bağçalar var, kurslar var ki, hamısı valideynləri cəlb eləyirlər ki, yəni biz, məsələn, 3 yaşında uşağa xarici dili öyrədirik, 5 yaşında uşağa hansı əqli inkişafını gəlişdiririk. Yəni, müxtəlif belə deyim ki, reklamlar da var. Yəni, əlbəttə ki, valideynlər buna əməl də eləyir, inanıb aparanlar da var, inanmayanlar da var. İradə xanım da belə bir yerə rəhbərlik eləyir. Bayaq demişdim, Tiamo şirkətidir. Yəni, orada uşaqlar əqli cəhətdən inkişaf etdirdiklərini iddia edirlər. Yəni, ora gedən uşaqların əqli cəhətdən inkişafı ən yüksək həddə olur. İradə xanım öz haqqında danışsın, amma bir materialımız da var, onu da təqdim edəcək. Ekspertlərimiz də təbii ki, fikirləri söyləyə bilərlər ki, bu nə dərəcədə düzgündür, yoxsa səhvdir. İradə xanım, necə inkişaf elətdirirsiniz burada siz uşaqların psixikasını, belə deyək, necə inkişaf elətdirə bilirsiniz? Bizdə 5-12 yaş arası uşaqların, belə deyək, riyazi zəkasının, yaddaş gücünün, təfəkkürünün inkişafı ilə bağlı olan bir proqramı tədris edirik. Bu proqramın tədrisi zamanı demək olar ki, uşaqlarda bir çox bacarıqlar inkişaf eləyir. Onu da qeyd edeyim ki, bu yaşlarda uşaqlara aşılanan tədris prosesinin keyfiyyət dərəcəsi %30% olur. Nəinki orta yaş və yetkinlik dövründə aşılanan tədris prosesi. Ona görə bu yaş dövründə uşaqlara 5-12 yaş arası daha yaxşı nəticə əldə etmək olur. Nəyə görə 5-12 yaş? Çünki uşaqlarda beyin formalaşması 7 yaşa qədər 75%, 12 yaşa qədər 95% formalaşır və bu dövrdə aşılanan hər bir bilik, bacarıq, qabiliyyət onları həyatı boyu təqib edir və onlardan yararlanırlar. Bizdə bu dərslərimiz 1 saat ərzində keçirilən dərs müddətində riyazi hesablamalar aparır uşaqlar. Demək olar ki, biz riyaziyyatda
bir vasitə kimi istifadə edərək beyin inkişafını təmin eləyirik. Riyaziyyat bir vasitədir, amma eyni zamanda uşaqlar kağız qələm istifadə etmədən bir neçə aydan sonra riyazi hesablamaları artıq zehindən apara bilirlər. Və biz bu 1 saatlıq dərsdə həm riyazi hesablamaların aparılmasını tədris eləyirik. Eyni zamanda kompüterdən saytımızda, Tiamo'nun saytında olan riyazi, diqqət, zəka oyunları oynayır. Taxta oyuncaqlarımız var ki, bu da bizim şirkətə aid olan bir oyuncaqlardır. Bunlardan istifadə edirik. Tangram testləri, zəka testlərindən istifadə edirik və klassik musiqilər altında mandala deyilən şəkillər var. Dairəvi formada olan naxışlardır ki, bunları klassik musiqilər altında uşaqlar rəngləyirlər və eyni zamanda insanda, bu uşaqlarda 3 orqan, həm beyin, həm göz, həm barmaqlar hərəkət eləyir və bunların belə deyək məşqləri, beyin məşqləri, göz məşqləri və barmaq məşqləri. Təşəkkür edirəm İradə xanım. Yəni bu sizin fikirlərinizdir, təbii ki, öz qurduğunuz bir işdir, bu haqda məlumat verirsiniz. Amma maraqlıdır ki, mən bunu Türkiyədən görmüşdüm, hətta xəbərlər proqramlarındakı uşaqlar himn oxuya-oxuya neçə rəqəmli ədədləri bir-birindən vurur, bölür. Bizə çox qəribə gəlirdi ki, belə ola bilərmi, bizdə belə uşaq varmı? Amma mən belə uşaqları bizdə gördüm, sözün açığı mahiyyətini bilmirəm, yəni nədir, nə dərəcədə əhəmiyyətlidir, bunu bizim psixoloqumuz və həkimimiz deyəcək. Hələlik amma gəlin o materiala baxaq, yəni uşaqların bu qabiliyyətlərini görək, sonra isə müzakirə edərik. Oradan da uşaqların əqli cəhətdən hansısa bir metodun köməyi ilə inkişaf etdirmək mümkündürmü? İbrahimin 5 yaşı var, o hələ məktəbə getmir. Amma İbrahim beynində 2 iş apara bilir eyni anda. Yəni, ekranda gələn 9 dənə 2 rəqəmli ədədi aralarındakı vaxt 2 saniyə olmaq şərti ilə şifahi olaraq toplayır, çıxır, həm də eyni zamanda Azərbaycan Respublikasının himnini oxuyur. Kim bacarırsa, buyursun İbrahimlə bərabər bu işi görsün. Buyurun, başlayaq. Azərbaycan, Azərbaycan, ey qəhrəman övladı şanlı vətən, səndən ötürü can verməyə cümlə aziz, səndən ötürü qan tökməyə cümlə aziz, yüksəldi bayrağına məsud yaşa, yüksəldi bayrağına məsud yaşa, millərlə Mən böyüyəndə hakim olmaq istəyirəm. Hakimin də digər peşələr kimi məsuliyyətli peşədir. Məhkumun taleyi hakimin son qərarından asılıdır. Buna görə də ilk öncə hüquqlarımızı, Azərbaycan Konstitusiyasını bilməliyik. Mən Azərbaycanın Konstitusiyasının maddəsini, 30 maddəsini əzbər bilirəm. Nəzrin, 20-ci maddə hansıdır? Dövlətin borclarına qoyulan məhdudiyyət. 17-ci maddə. Ali uşaqlar və dövlət. İqtisadi inkişaf və dövlət hansı maddədir? 15. Paytaxt hansı maddədir? 22. İndi Cavidan bizə rəqs edə 3 rəqəmli gələn, ardıcıl gələn 9 dənə rəqəmi aralarındakı vaxt 2 saniyə olmaq şərti ilə zehindən toplayıb çıxacaq, kağız qələm istifadə etmədən. Oppan Gangnam Style, Gangnam Style. 낮에는 따사로운 인간적인 여자, 커피 한 잔에 여유를 아는 품격 있는 여자, 밤이 Nəzrin indi bizə ardıcıl deyilmiş bir neçə sözü yaddaşında saxlayacaq və onun sıralamasını həm irəli, həm də geri saya biləcək. Başlayaq Nəzrin. Bəli. Çox gözəl. Müəllim, quyu, maus, avtomobil, döşəmə, lövhə, qələm, eynək, bayraq, nənə, günəş, lak, oyuncaq, şkaf.
Geri də saya bilərsən Nəzrin? Bəli. Buyur say geri. Şkaf, oyuncaq, lak, günəş, nənə, bayraq, eynək, qələm, lövhə, döşəmə, avtomobil, mouse, quyu, müəllim. Aferin sənə. Bəli, hər kəs materialı gördü. İndi bilmirəm, mən yəni çəkiliş prosesində oradaydım. Yəni uşaq heç yerə baxmır, o sözlərə bir dəqiqə ərzində yazılmış sözlərə baxdı və sonra isə ardıcıl olaraq o 14 sözü idi məncə. 14 sözü ardıcıl olaraq deyir, həm əvvəldən axıra, həm axırdan əvvələ. Eyni zamanda oğlanlar, məsələn, rəqəmləri baxırlar və axırda son nəticəni yazırlar. Eyni vaxtda həm də iki iş görürlər. Yəni, bu bir mexaniki hafizəni inkişaf etdirir, mən bilmirəm, yoxsa doğrudan da uşağın əqlini inkişaf elətdirir. Ayda xan, buyurun. Belə deyə, az öncə də biz söhbət elədik. Tiamo sözsüz ki, çox yaxşı bir metodika irəli sürübdür. Bu nədən ibarətdir? Uşağın sağ yarım kürəsi çalışa-çalışa, eyni anda sol yarım kürəsi də çalışmağa başlayır. Bunu nə ilə nail oluruq? Bəzən valideynlər bizə sualı verir ki, olar mı mənim övladım sadəcə olaraq solla yazsın? Yəni, mən icazə verim, əksinə icazə verin. Hələ iki əlindən də yazmağa başlasın. Əgər solla yazırsa, icazə vermək lazımdır. Bəli, icazə vermək lazımdır. Yazsın. Hələ sağla da yazsın. Niyə görə? Sağ əlimizlə yazdıqda sağ yarım kürəmiz, sol əlimizdən yazdıqda sol yarım kürəmiz daha çox inkişaf eləmiş olur. Və əslində bu mərkəzdə onu, belə deyə, bu metodikadan istifadə edir. Nə ilə? Yəni, onlar hesablama əməliyyatını icra eləyərək, deyək ki, sol yarım kürəni çalışdırdığı an, o mahnı oxumaqdır, deyək ki, rəsm çəkməkdir. Sağ yarım kürəni inkişaf elədi və nəticədə hər ikisi inkişaf elədiyi halda əqli inkişaf daha da irəliyir. Uşaqlar, yaşıdlarından xeyli fərqlənən bu uşaqlar bacarıqları ilə hər kəsi təəccübləndirirlər. Ətraflı qarşıdakı reportajda. Üstün zəkalı uşaqlar hələ erkən yaşından fərqlənməyə başlayırlar. Yaşıdlarından daha əvvəl danışır və gəzirlər. Qısa zamanda çox söz öyrənirlər. Bir çox situasiyalarda ağır və yetkin davranırlar. 12, üstəgəl 11, üstəgəl 15, üstəgəl 51, çıx 66, üstəgəl 32, çıx 23, çıx 11, üstəgəl 33, üstəgəl 16. Bütün bunları bir saniyə ərzində hesablaya bilərsiniz. Şəxsən mən hesablaya bilmərəm. Amma 5 yaşlı qəhrəmanım İbrahim nə az, nə çox düz bir saniyə ərzində bütün bunların həllini tapa bilir. Ən maraqlısı isə budur ki, o bütün fikrini bura yönətmir. Hesablama işi aparmaqla bərabər Azərbaycanın dövlət himnini də oxuyur. Beləliklə, eyni anda beyninin hər iki yarım kürəsini işlədir. Səndən Azərbaycan, 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 39. Biz əvvəlcə bununla başladıq hesablamağa. Bütün hesablamağı mən sürətdə hesablaya bilirəm. Mütəxəssislər deyir ki, bu uşaqlarda xəyal gücləri daha yaxşı inkişaf edir və daim axtarışda olurlar. Bu xüsusiyyətlərin İbrahimdə də olduğunu anası təsdiqləyir. Çox enerjili uşaqdır və bununla əlaqədar o hər dəfə təzə şey öyrənmək istəyir. Axtarışlardadır. Üstün zəkalı uşaqlar istiqamətləndirilmələrini sevmirlər. Onlar olduqca həssas və kövrək olurlar. 5 yaşlı Nəzrinin də xarakteri belədir. Hələ məktəbə də gedməyən Nəzrin Azərbaycan Dövlət Konstitusiyasının bütün bəndlərini əzbər bilir. 12-ci maddə hansıdır? Dövlətin ali məqsədi. 11. Ərazi. 18-ci maddə? Dil və dövlət. Pul var idi neçənci maddədir? 19. Bəs 16-cı maddə nədir? Sosial inkişaf və dövlət. 15-ci maddə? İqtisadi inkişaf və dövlət. Yaxşı, 25-ci maddə? Bərabərlik hüququ. 24. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipləri. 12 yaşlı İranə də üstün zəkalı uşaqlardandır. Yaşıdlarından seçilən güclü zəkası ona dərslərində də birinci olmağa kömək edir. İranə bizə öz yaddaşının itiliyini başqa cür sübut etdi. Belə ki, 36 kartı qarışdıraraq müxtəlif yerlərə səpələdi. Daha sonra hər bir nömrədə hansı kartın olduğunu bir göz qırpımında dedi.
Üçüncü kart 10 kərpic. Dördüncü kart karol kərpic. 14-cü kartımız 7 xaç. 13-cü kart nə idi? 9 pik. Doğru. 8-ci kart? Valet xaç. Doğru. Çocukların el hareketlerine dikkat edin bir. Öyle ona baxa. Bu qədər beynini məşq elətdirən uşağın o, məsələn, nadinçliyə, yəni o destruktiv nadinçliyə heç vaxtı da qalmaz. Amma mən istəyərdim ki, məsələn, yəqin ki, tamaşaçılarımızın çoxsunda bu sual da olacaqdır. Sizin icazənizlə bir şey soruşum ki, mütəxəssislərimizdən uşağın beynində bir yorma yaranmır ki. Çünki bəzi proqramlar var ki, valideynə şikayət edir ki, müxtəlif məktəblərdə tətbiq olunan, o uşaqları yorur. Uşaqlar yəni ki, o çantaları sürüyür, daşıyır. O bəzi heç valideynlər eləyə bilməyən hansısa bir məsələləri eləyir və uşaq yorulur, haldan düşür, yuxusu pozulur, qidalanması pozulur və burada nətər bu qorxu yoxdur ki. Mən icazə verirsiniz, mən açıqlayım. Biz bayaq qeyd elədik sağ-sol yarımkürələr. Burada ən çox uşaq əylənərək, sağ yarımkürədən istifadə edərək bu hesabları aparır. Yaponiyada bir araşdırma aparılmışdır və o araşdırmada adi hesab aparan insanlarla, abaküs təlimi ilə hesab aparan insanların beynini araşdırmışlar və orada belə bir qərara gəlmişlər ki, bu abaküs təlimi keçən insanlarda sağ yarımkürə daha çox inkişaf edib. Bizim təlim metodunda yorma yoxdur. Ona görə ki, beynin hər iki yarımkürəsindən istifadə olunur. Biz adi bizim məktəblərdə tədris sistemində hesablamalar sol yarımkürə ilə aparılır. Məntiq, analitik, hesablar, doğru cavab, hamısı... Biraz yorucu gəlir uşaqlar. Bəli, yorucu. Bu təlim sistemi qəti uşağı yormur. Sağ yarımkürə işə qatıldığı üçün əyləncəli formada uşaq elə bilir əylənir. Bizim internet üzərindən oyunlarımız var. Saytımıza girib baxsaz, orada riyazi oyunlar var, məntiqi oyunlar var, diqqət oyunları. Uşaq sanki elə bilir oyun oynayır. Amma əslində o maariflənir, riyazi biliklər alır, Təqdim etdiyimiz sujetdə bu uşaqların bacarığına heyran olacaqsınız. Yaşları az olmasına baxmayaraq, riyazi hesablamalar onlar üçün bir oyuncaqdır. Balaca qəhrəmanların yaddaş və hafizələrinə heyran qalmamaq mümkün deyil. Toplayırlar, çıxırlar, vururlar, bölürlər. Bu riyazi hesablamanı aparanlar riyaziyyatçılar yox, balaca uşaqlardır. Bacarıqları və zəkaları ilə insanın ağlını çaşdıran bu körpələr riyazi hesablamaları sanki oyuncaq hesab edirlər. Kompüterə yüklənmiş proqramda uşaqlar başla düyməsini basır və monitora gələn 3 və 2 rəqəmli ədədləri toplayıb, çıxıb, istədikləri dəqiq və düzgün cavabı söyləyə bilirlər. Maraqlıdır ki, qabaqın köməkliyi ilə say öyrənən uşaqlar az müddətdən sonra ondan istifadə etmirlər. Qurban oldum, sinən hərbi meydan oldu, hüququndan keçən əskər, hərə bir qəhrəman oldu. Sən olarsın 999. 7 rəqəmli ədədləri 7-yə vurmaq və anındaca cavabını söyləmək. Rəqəmlərlə adlar yazmaq və bir dəfə baxmaqla 100-əcən yazılmış rəqəmlərə uyğun sözlər tapmaq. Bu 15 yaşlı Əli Vəliyevin zəkasının itiliyinin və hafizəsinin gücünün göstəricisidir. Yaddaşının və zehninin hər vaxt köməyinə çatdığını deyən Əli, hafizəsini gücləndirməkdə riyaziyyatın böyük rol olduğunu deyir. Tarixi xronologiyanı mən riyaziyyatın hesabına dəqiq və düzgün yaddaşda saxlamağın yolunu öyrəndim, deyir Əli həmdə. Nə qədər söz, rəqəm yadında saxlaya bilərsən? Həm fərqi yoxdur, 80, 150 bu qədər sözü yadda saxlamaq olur. Gəl bir test edək, görüm necə deyək, olar? Bəli, olar. 48. Müəllimə. 2. Xalq. 86. Konstitusiya. Necə yaddaşında saxlayırsan? Çətin deyil sənə? Xeyr, elə bil, bizdə hər rəqəmin öz açması var. Onun xüsusi yollar vasitəsilə sözlərlə quraşdırıb, maraqlı mövzular düzəldib, elə yadda saxlamaq olur. Tutaq ki, 21-in hansı açması var? 21 məsəl üçün qutudur, orada da almadır. Elə bil, əyləncəli mövzu qurursan, məsələn, almada, qutuda çoxlu almalar var, elə daha asan yadda saxlamaq olur.
həm əylənir, həm də öyrənirlər. İnformasiyanı asan və əyləncəli yolla yaddaşda saxlamanın metodlarının öyrədilməsi çətin olsa da, öyrənmək asandır. 5-12 yaşlı uşaqlar bütün həyatı boyu onlara lazım olan informasiyanın qavraya və yaddaşlarında saxlayıb sonra bundan bəhrələnə bilirlər. Tədris mərkəzinin rəhbəri İradə Xəlilovanın dediklərindəndir. İnsanda iki yarım kürə var, sol və sağ yarım kürələr. Sol məntiqli, analitik, sistematik işləyən bir yarım kürədir. Sağ isə ritm, musiqi, rənglər, yaradıcılıq və s. Bu kursda biz sağ yarım kürəni inkişaf elətdirilməsini təmin edirik. Uşaq həm sağ, həm də sol yarım kürəni işlədərək çox gözəl, mükəmməl bir yaddaşa sahib olur. Həyat sınaqlardan və sorğulardan ibarətdir. Bu sınaqlara, sorğulara hazırlıqsa uşaqlıqdan başlayır. Kiçik yaşlarından imtahana hazırlaşanlar həyat yollarında büdrəlsələr də yıxılmırlar. Hazırlığa gec qalmayın. Bəturə Nəbiyeva, Rəşad Qurbanov, Space. Nə qədər maraqlı olardı sizcə? Mən bayaqdan mütəxəssislərin çıxışına qulaq asıram bu proqram haqqında. Özümüz də bir məlumat toplamışdıq. O qədər bu proqram mənə maraqlı gəldi ki, mən elə buradaca mütəxəssisləri dəvət elədim öz məktəbimizə ki, gəlin və birinci sinifə gələcək uşaqların valideynləri ilə və şagirdlərlə bir yerdə xahiş edirəm, bu haqda bir məlumat verin. Nə mənim ən çox xoşuma gəldi? Burada birinci vaxta qənaət etmək. Az vaxtla uşaqlarda diqqətin inkişafı, hafizənin inkişaf etməsi çox vacib məsələlərdir və informasiyanın əyləncəli şəkildə uşaqların yaddaşına həkk olması. Bu da görünür, o imkanı yaradacaq ki, uşaqlar bezməyəcəklər, yorulmayacaqlar və bayaq hörmətli Elmir müəllim dedi, uşaqlarımızda çox nadinçlər yox. Bəzən bu valideynlər bir bəhanə edir, hansısa bir uşağına məşğul olmamaqdan ötürü, yəni uşaq öz potensialını göstərməlidir. Və düşünürəm ki, bu proqram böyük rol oynayacaq. Bu, yenə deyirəm, qeyri-ənəvi dərslərin keçirilməsində, bax, bayaq xanım qeyd elədi, kollektivçilik var orada. Bizdə də həmin metodda qruplarla iş var, cütlərlə iş var. Kurikulumdan hardasa böyük bir dəstək olacaqdır. Ona görə dəstəkləyirəm bu proqramı və şagirdlərin hafizə. Düşünürəm ki, bu bilirsiniz, beynin potensialının növbəti bir, beynində o işlənməyən bir qatın açılması deməkdir bu proqram. Yəni, uşaqlar əlbəttə ki, bu riyazi əməlləri hesablayıcı maşınlarla da cavabını tapa bilərdilər. Amma burada şagirdin hafizəsinin, yaddaşının inkişafından söhbət gedir. Yəni, bunu da eləyə bilər, insan buna da qadirdir. Dəstəkləyirəm, çox gözəl bir proqramdır. İstərdim bizim məktəbdə də gələr. Gəlin bir də valideynləri danışdıraq. Bugün onlar da studiyamızdadır. Biz valideynlər bəzən uşaqlarımızdan gilə-güzar edirik. Biz valideynlər uşaqlarımız üçün narahat oluruq. Onların inkişaf etməsini istəyirik. Əgər doğrudan da bir valideyn məsuliyyəti varsa üzərimizdə, uşağımızın savadlı böyüməsi üçün çalışırıq ki, əlimizdən gələni edək. Və bugün uşağını inkişaf etdirmək üçün müxtəlif kurslara yazdıran valideynlərdən studiyamızdadılar. İstədim onlarla söhbət edək. Effekti görürlərmi? Buyurun, zəhmət olmasa. Sabunçu rayonu 309 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, əməkdar müəllim Gülşən Məmmədova. Mən bu proqramda çox şeyə baxdım, öyrəndim. Həm də bu proqramın özəlliyi daha çoxdur. Uşaqlarda intellektual səviyyə, onlarda şifahi qavrama qabiliyyəti, hafizə, diqqət daha çox üstünlük təşkil eləyir. Proqramın özəlliyi daha çoxdur. Onlarda mühakimənin təsnifatın verilməsi, bildiklərinin əlaqələndirilməsi, tez əlaqələndirib üzə çıxartması, rəqəmlərlə oynamaq, sanki rəqəmlərlə oynayıb üzə çıxartması, riyazi oyunlarla üzə çıxartması və onlarda səbəbi, nəticəni dərk etmək, məntiqi asan düşünə bilmək, qabiliyyəti, hafizəsi, düşüncəsi aşkara çıxdı. Çox sağ olun, təşəkkür edirəm. Valideynlər, buyurun, fikirlərinizi bildirin. İbrahimin valideyni Əliyeva Hökümə. İbrahimdəki bu dəyişikliklər dərsimə çox böyük köməyi olub. Ona görə ki, İbrahim çox dəcəli idi. Uşaq dəcəl olardı, yox çox, hanım. həddən artıq. Amma indi İbrahim öz fikrinin üstündə durmağı bacarır. O öz sözünü deməyi bacarır, özünə inamı çoxdur həddən artıq. Belə dəyişiklik əqlində, davranışlarında çox dəyişikliklər var. Öz sözün üstə durmağı bacarır dedikdə, yəni inatkarlıq mənasındanmı? Belə yox, fikrini çatdırır. Yəni ki, öz fikrini şəkildə hücreləri var çünki çocuğun. Öz fikrinə arxalanır
və bunu da özü izah eləməyi bacarır. Çox vacib. Hə, çox. Bu 5 yaşlı uşaq üçün mən deyərdim. 5 yaşı var. 5 yaşı var. Çox böyük göstəricidir. Mən sadəcə bir sual vermək istərəm. Nə qədər müddətdir övladınız kursa gedir? 4 aya yaxın belə, 3-4 aydır belə. Az müddət olduğuna baxmayaraq ki, İbrahimdə çox dəyişikliklər də var. Qurbanova Səbinə, Ələkbərli Nəzrinin valideyni. Mən də özümü xoşbaxt analardan hiss eləyirəm ki, çünki biz Nəzrinlə bərabər ana bətnindən əlaqəyə başlamışıq. Çünki Arifə xanımın rəhbərlik etdiyi Gələcək Nəsil klubunun məzunuyam özüm, hamilə olarkən. Elmir müəllim dedi ki, uşaqlar yorulurlar yoxsa yox. Mən onu demək istəyirəm ki, Nəzrin dərsdən sonra çox belə sevinclə qaça-qaça dərslərə gedir. Heç də yorulmaq yox, daha da əylənir. Studiyamızda əziz tamaşaçılarımız, müxtəlif yaş qrupuna aid uşaqlar var. Onlar da söhbət edir. Hansı nəticələr var bizə maraqlıdır? Olar mı uşaqlarımıza tanış olmaq? İbrahim və Rüfanə ekranda gedən 9 dənə rəqəmi aralarındakı müddət 2 saniyə olmaq şərti ilə toplayıb çıxacaqlar zehindən. Yəni belə deyək, kompüter onlara müxtəlif rəqəmləri göstərəcək, ya toplayacaq, ya çıxacaq və onlar hesablayıb tez bizə deyəcəklər. Zehindən hesablayıb, həm də rəqəmlər arası müddət 2 saniyə olacaq. Zehindən hesablayıb dediniz. Zehinni hesablama nədir? Yəni artıq kağız qələm istifadə etmədən. Abstrakt olaraq. Bəli, xəyali olaraq. İşte burası. Yani öğrencinin abaküsü zihninde canlandırarak cevap verebilmesi. Mental aritmetik dediğimiz yer burası. Çox maraqlıdır. Gəlin baxaq. Buyurun. Yetmiş 79. 5 yaşlı İbrahim isə əyləncə filan barədə düşünmür. Onun beyni riyazi hesablamalar, düsturlarla məşğuldur. Artıq bir neçə saniyə şifahi hesablamalar da apara bilir. Şanlı vətən, şanlı vətən, Azərbaycan. 5 yaşlı İbrahim cəmi 3 aydakı intellektual məşğələlərə gəlir. Amma artıq himn və ya başqa musiqilər oxuya-oxuya 1-2 saniyə ərzində sürətli hesablamaların öhdəsindən gəlir. Bayrağını yüksəltməyə. Üçün də doğru elədin, mi? Bəli. Sənə çətin olmur bu hərfi kullanır? Xeyr. Rahat öyrənirsən? Bəli. Abaküsü əlinin altında görürəm. Abaküsü əlinin altında görürsən? Bəli. Amma əlinin altında yoxdur? Yox, mental ilə. İbrahimin dediyi kimi sürətli hesablamalar üçün ən əvvəl abak adlanan xüsusi qurğudan istifadə edilir. Burada düzgün barmaq hərəkətləri vacibdir. Ona görə də uşaqlar bir neçə müddət hesablamaları abak qurğusunun üzərində apararaq əllərini rəqəmlərə öyrədirlər. İkisinin də birdən üst-üstə gəlirsə hansı barmaqlar? 2 barmaqlar istifadə olur. Çox gözəl. Burada barmaq hərəkətləri çox vacib olduğu üçün əvvəlcə ilk öncə uşaqlara onu öyrədir. Daha sonra isə hesablamaları qurğu olmadan şifa şəkildə həyata keçirirlər. Müəllimlərin sözlərinə görə musiqi altında aparılan zehni məşğələlər imkan verir ki, uşaqlar gələcəkdə tapşırıqları daha sürətli və diqqətləri yayınmadan yerinə yetirə bilsinlər. Adi hesablama aparan insanlarda ən çox sol yarımkürə inkişaf eləyir. Amma abaküslə işləyən, abakla işləyən hesablamalar aparan uşaqlarda isə sağ yarımkürənin inkişafı gedir. Uşaq həm sağı işlədir, həm də solu. Yəni yorulmur. Adi tədris sistemində sol yarımkürə işlədiyi üçün 1 saatdan artıq hesablama aparanda beyin daha tez yorulur. Amma burada sağ yarımkürənin işə qatıldığı üçün uşaq yorulmur, əyləncəli formada hesablarını apara bilir. Bu cür məşğələlərə 3 yaşından 13 yaşına qədər uşaqlar qatılır.
bilirsiniz artıq çox populyardır, amma Azərbaycanda yenidir. Əqli hesab, yaddaş texnikası və sürətli oxuma kursları keçirilir. Dünyanın bir çox ölkələrində və Azərbaycanımızda da artıq bu kurslar keçirilir. Onların tədrisçisi studiyamızdadır. Xoş gəlmişsiniz İradə xanım. Onun əvvəlində mən söylədim İradə xanım ki, yəni bugün Azərbaycan üçün yeni olan bəzi kurslar var. Və yeniliyi sevən valideynlər eşidən kimi mütləq bununla maraqlanacaqlar. Ona görə araşdırıb öyrənmək lazımdır əvvəlcə. Bu nə dərəcə uşaqlarımız üçün faydalıdır. Yəni, bir daha təkrar edim. Əqli hesab, yaddaş texnikası və sürətli oxuma. Nə kurslarıdır bunlar? Nəyə öyrədir uşaqlarımıza? Ümumiyyətlə, insanda beyin inkişafı 12 yaşa qədər gedir. 13-14 yaşlarında artıq bu inkişaf dayanır. Belə götürəndə uşaqlarda 7 yaşa qədər beyin formalaşması 75% gedir. 12 yaşa qədər 95%. Qalan 5% isə irəlidəki illərdə təmələ uyğun olaraq formalaşır. Bu dövrlərdə yəni uşaqlara nə qədər qabiliyyət, bacarıq verilsə, onlar bu qabiliyyət və bacarıqlardan gələcək həyat dövrlərində istifadə edib yararlanırlar. Və bu yaş dövründə belə bir idmanda belə bir şey var ki, uşaqlarda bu ayaq açma hərəkəti var, 180 dərəcə. Bu hərəkəti 4-8 yaşlarında eləyir uşaqlar. Çünki o yaş dövründə o hərəkəti eləmək daha asandır. 8 yaşdan sonra isə həmən hərəkəti çox çətinliklə eləmək olur. Mən ümumiyyətlə deyərdim ki, valideynlər əslində kiçik yaşlarından uşaqları bu bacarıq qabiliyyətləri aşılasalar daha yaxşı olar. Yəni, kiçik yaşlarında aşılanan o tədris prosesi, belə deyək, tədris prosesinin müvəffəqiyyət faizi 95%-dir. Nəinki yetkinlik dövründə aşılanan tədris prosesi artıq 20%-ə enmiş olur. Belə götürəndə insan beyni bilirsiniz ki, iki yarımkürədən, sağ və sol yarımkürələrdən ibarətdir. Sağ yarımkürə, belə deyək, musiqi, ritim, rəng, yaradıcılıqla çalışan, sol yarımkürə isə məntiqli, analitik, rəqəmlərlə, sözlərlə çalışan yarımkürədir. Ümumiyyətlə, hər iki yarımkürənin istifadəsi, belə deyək, uşaqlarda beyin potensialını çox inkişaf etdirir. Mənim tədris etdiyim bu proqramlarda da beyin gücünün, demək, belə deyək, sağ və sol yarımkürələrdən istifadə edərək beyin gücünün, yaddaş gücünün artırılması, sonra qavrama gücünün artırılması, riyazi zəkanın inkişafı ilə bağlı olan bir proqramlardır. Bu proqramların tədrisi zamanı demək olar ki, uşaqlarda bir çox bacarıqlar inkişaf edir. Yaddaş gücü, məntiq, diqqət gücü, yaradıcılıq, analiz etmə, qərar vermə və s. kimi bacarıqlar inkişaf eləyir. Siz masanızın üzərində çox üzr istəyirəm, çoxlu əşyalar görürük. Bəlkə elə onların göstərərək, yəni dediklərinizi hansı şəkildə həyata keçirirsiniz, bir qədər bəlkə əyani nümunələriniz də olardı. Bizdə belə bir əqli hesab dərsləri, ABAK deyilən bir alətimiz var. Bununla həyata keçirilir. Demək, uşaqlar kağız və qələm istifadə etmədən 4 riyazi əməli müəyyən bir müddətdən sonra zehinlərində işləyə bilirlər. Yəni, belə kiçik bir formada ABAK-dır bu. Burada toplama çıxma əməlləri aparılır. Müəyyən bir müddətdən sonra kağız üzərində həmən toplama çıxma əməlləri aparılır. Daha sonra növbəti etapda kağızı da götürərək artıq o uşaq bu ABAK-ı xəyal edərək sanki əllərinin altında ABAK varmış kimi həmən işləmləri artıq zehinlərindən icra eləyə bilirlər. Və biz eyni zamanda bu proqramların tədrisi ilə bərabər burada bizim baxa bilərsiniz, məntiqi testlər, diqqət testlərimiz, riyazi testlər işlədirik. Belə oyunlar var ki, bunlar məntiqi oyunlardır. Bunlar da uşaqların təfəkkürünün inkişafı üçün, məntiqi gücləndirmək üçün istifadə olunan, bizim dərslərdə istifadə olunan ləvazimatlardır. Mən çox xahiş edirəm. Bu bizim uşaqlıqdan xatırladığımın hesablama taxtasından çoxu bənzəyir, amma bir qədər fərqlidir. Bəli, bu bizim... Məsələn, bir nümunə olaraq göstərərdiniz, biz bilək. Yəni, bunu istənilən valideyn alıb evində övladını öyrədə bilərmi, yoxsa bu sırf kurslardan ancaq? Yox, bu eramızdan əvvəl 2400-cü ildə Çindən gələn bir proqramdır ki, bu dənizdə ticarət əlaqələri zamanı Avropaya və Avropa ölkələrinə və Amerikada yayılmış bir proqramdır və bu xüsusi bir proqramdır ki, uşaqlar, məsələn, burada gördüyünüz kimi aşağıda
4 muncuq deyirik biz var. Yuxarıda bir muncuq var. Bunlar hər muncuq biri bizə uşaqlara bir olaraq öyrədilir və yuxarıdakı bu tək muncuq isə 5-dir. Məsəl üçün biz 7 deyərkən barmaqların istifadəsi də önəmlidir. 7 deyərkən indi biraz böyükdür deyə. Bax, belə bir formada bu artıq 5 və aşağıdan 2 muncuq gələrkən 7 sayılır. Biz bu prosesi dərs əsnasında yaş həddinə uyğun olaraq tədris eləyirik. Bəli. Və sonradan uşaqlar bu abaq götürüləndən sonra zehinlərindən onları çox 4 riyazi əməl. Bu da nəyə gətirib çıxardır? Uşaq vaxta qənaət eləyir. Sonra riyazi zəkası artır, dərslərdə daha sürətli olur, sinifdə fərqli olur, daha məntiqli düşünə bilir, daha tez qərar verə bilir, özünə inamı artırır bu proqramlar. Biz yaddaş texnikaları vasitəsilə müxtəlif rəqəmlərin bir-birinə vurulmasını keçmişik səndən. Bugün artıq 7 rəqəmlərdən bir-birinə vurulmasını görək hansı dərəcədə vura biləcəyik. Bəli. Sahib hazırsan, başlayaq. Cavab 49. Xanım da var. Buyurun, zəhmət olmasa istəyirəm kameralarımız bu gözəl qızımızı göstərsin. Adınız nədir sizin? Cəbrayıllı Nəzrin. Nəzrin? Nəzrin neçə yaşınız var? 6. 6 yaşınız var. Nəzrin, bizə burada uçan quşlar dedi ki, sizin çox güclü yaddaşınız var. Və siz Azərbaycan Respublikasının Konstitusiyasının 30 maddəsinin adını əzbər bilirsiniz. Bəli. Hətta oradakı bəndləri də bilirsiniz, düzdürmü? Bəli. İndi sizi bir imtahan eləyək burada. Bəli. Olar sizdən soruşum. 5-ci maddədən nədən bəhs olunur? Maddə 5. Xalqın vahidliyi. Düz deyir valla. Əgər sizdə evdə yoxsa konstitusiya, mən efirdə göstərim mi tamaşaçılarımıza? Siz bəndi də əzbər bilirsiniz, içində yazılanları da əzbər bilirsiniz. Yox. Yəni, nömrəsi, maddəni deyəcək. Nömrəsi ilə maddənin adını. Oldu. Bəs maddə 17-də nədən bəhs olunur? Ailə, uşaqlar və dövlət. Görün, mən təsadüfən dedim və bugünkü mövzumuza çox yaxın olan bir ailə, uşaqlar və dövlət. Biz İradə xanımın yaddaş texnikası kursunda olduq. Yəni bizim qızımız 5 yaşlı qız, bir də 6 yaşlı oğlan ikisi gedirdilər kursa. Necə oldu qərara gəldiniz ki, kursa verəsiniz? Sadəcə uşağın intellektual səviyyəsini yüksəltmək üçünmü? Yoxsa sizə dedilər ki, belə kurslar var, yaddaşı Biz məktəbə hazırlaşırdıq. Orada liseylərdə imtahandan keçmək lazım idi bizə. İmtahan götürülür. Yəni, mən fikirləşdim ki, biraz yaddaşının yaxşı olması üçün, yəni internet vasitəsilə İradə xanıma tapdıq kursunu və ora müraciət elədik. Yəni, gedəndə uşağın biraz ümumiyyətlə, biraz danışığı, nitki zəif idi qızın. Və yaddaşı da xoşuma gəlmirdi. 5 yaş yarım idi. 5 yaş yarımdan? Biz də imtahan verməli idik. Yəni, biz İradə xanımın kursuna getdikdən sonra yaddaşının daha güclənməsini və nitkinin inkişafını gördüm. İndi də onun dərslərində böyük nəticə olur ki, dərslərində də yaxşı, bütün verilən tapşırıqların öhdəsindən gələ bilir. Yəni, çox yaxşı, mən çox xoşuma gəldi bu texnika. Yəni, dərslərin daha asan Daha asan öyrənir. Siz özünüz şəxsən məşğul olursunuzmu? Məsələn, valideynlər də, uşaqlar da iki tipə ayrılır. Bəzi uşaqların ümumiyyətlə yardıma ehtiyacı olmur. Özləri məşğul olurlar. Bəzi valideynlər isə mütləq uşaqla bərabər oturur, əyləşir, ona hazırlaşır. Xeyr, deməli, məktəbdə müəllimə, evdə ana və uşaq 3 tərəfli. Yəni, köməklə siz iştirak edirsiniz. Mütləq. Aydındır. Sizin yanınızda əyləşən xanım da valideyindirmi? Bəli. Siz də istəyirsiniz, zəhmət olmasa mikrofonu götürün. Mən ümumiyyətlə riyazi hesablamalara çox üstünlük verirdim və bunu da eşitdim bu kursaqda. Əqli hesab kursuna gətirdim. Təsəvvür edeyim, mən 10 gün keçmişdi, haradasa yaddaşda da çox böyük kömək oldu. Yəni o rəqəmlər ardıcıl deyilirdi, onu yadında hələ toplama bir başqa, onları necə yadında saxlayırdı. Mən
çox irəliləyişi çox gördüm. Yəni üstünlük çox gördüm və davam etdirməkdə fikrindəyəm. Kursa gedəndə uşaq hər hansı riyazi əməlləri bilirdimi? Yəni orta məktəbdə nə keçirmişdi? 1-ci sinifdə. O idi və bununla tam fərqlidir bu toplamalar, yəni necəsə tam fərqlidir və dərslərinə çox böyük kömək görürəm. Bəs ümumiyyətlə həyatda özünü aparmağına, dostlarla münasibətinə, valideynlərin dediklərini əməl etmək kimi, qulaq asmaq kimi, yəni rəftarında, davranışında şəxsən mənim oğlum çox aktiv uşaq idi, hələ hərəkətli uşaq idi. Mən ən çox onu apardım ki, diqqət toplasın, yəni diqqəti yayınıq uşaq idi. Diqqət cəmləmədə çox böyük effekt görürəm, yəni fərq var. Çox